kimi qarşı? Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Qabul danışın. Qalbayana görüm. Farsda seçilmiş kaç kadın şartları 5 bin dolarlık alışlarına yaklaşık. 2024-cü il oktyabrın 14-nə keçən gecə 1987-ci il təvəllüdlü Azər İbrahimlinin kliniki tibbi mərkəzdə ölməsi haqda 27-ci polis bölməsindən Yasamal rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, ayın 13-cü saat 22 radələrində Şəfaət Mehdiyev küçəsində 1981-ci il təvəllüdlü Təbriz Həsənov üzərindəki mətbəx bıçağı ilə Azər İbrahimliyə 7 dəfə zərbə endirib. Hadisə yerindən qaçan Həsənovu Tbilisi prospektində BMW markalı avtomobil vurub və o özü də həmin xəstəxanaya çatdırılıb. 14 oktyabr 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Şəfaət Mehdiyev küçəsi 97 ünvanında baş verib. Baxışda iştirak edən Səna Həsənov bildirib ki, tibbi yardım briqadası gəlib zərər çəkmişi xəstəxanaya aparıb. Qaranlıq olduğundan hadisəni törədən şəxsin üzünü görə bilməyib. Kliniki tibbi mərkəzdən məlumat verilib ki, bıçaq xəsarətləri ilə daxil olan Azər İbrahimov saat 23:30-da keçinib. Məlum olub ki, həmin gecə Tbilisi prospektində Vüqar Əzizovun idarə etdiyi BMW markalı avtomobillə təxminən 40-45 yaşlı naməlum şəxs vurulub. Sürücü yol patrul xidmətinin əməkdaşlarına bildirib ki, piyada qəflətən maşının qabaq sağ tərəfinə çırpılıb və yerə yıxılıb. Onun cibindən yerə dəstəyi sarı rəngli bıçaq düşüb. Alətin üzərində qan izləri olub. Sonra təcili tibbi yardım işçiləri gələrək piyadanı kliniki tibbi mərkəzə aparıblar. Beləliklə, araşdırma zamanı məlum olub ki, Azər İbrahimovu öldürüb hadisə yerindən uzaqlaşan və avtomobillə vurulan şəxs Təbriz Həsənovdur. Sağalandan sonra noyabrın 19-da o istintaq təcridxanasına köçürülüb. Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasına rəyinə görə Azər İbrahimovun bədən səthində 7 ədəd bıçaq yarası aşkar edilib. Ölümünə qaraciyərin və sağ böyrəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirməsi səbəb olub. Təbriz Həsənov 1981-ci ildə anadan olub. Tikinti şirkətində usta işləyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından 5 ay 24 gün əvvəl azad edilib. İstintaqla müəyyən edilib ki, 6 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Azər İbrahimov Təbriz Həsənova qohumu əvvəllər məhkum olunmuş Nihad Abbaslının barəsində hüquq mühafizə orqanlarında araşdırma aparılması ilə əlaqədar cinayət aləminin ənənələrinə uyğun olaraq ona köməklik etmək üçün 200 manat pul verməsini söyləyib. Cavab olaraq ona fəhlə işlədiyini, bu səbəbdən də pulu olmadığını deyib. Bir neçə gündən sonra telefonla danışarkən Azər İbrahimov rayonda olduğunu, bu məsələ ilə bağlı Nihad Abbaslı və onun tanışı Cavid Məmmədovla birlikdə görüşmələrini təklif edib. Oktyabrın 12-də axşam Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasında görüşüb, birlikdə Cavid Məmmədovun yaşadığı Muxtarov qəsəbəsi 2 aprel küçəsi ev 484-də gediblər. Söhbət zamanı 200 manat pulu çatdırmalı olduğunu bildiriblər. Yaranmış mübahisə zamanı Cavid onun üzünə yumruqla zərbə vurub. Döyülüb təhqir edildiyindən məcbur olub onlara 100 manat verəcəyini yalandan vəd edib həmin evdən çıxıb. Həmin gecə Azər İbrahimovla telefonla danışarkən Təbriz Həsənov məhz onu Nihad Abbaslı və Cavid Məmmədovun qarşısında təhqir olunmasına şərait yaratdığına görə cəzaçəkmə müəssisəsində olan nüfuzuna ləkə gəlməməsi üçün üzrxahlıq etmələrini bildirib. Sözlərinə məhəl qoymayan Azər İbrahimovdan qisas almaq məqsədi ilə ayın 13-də günorta zəng edib ona inşaatçılar metro stansiyasının girişində görüşmələrini deyib. Saat 16:30-da metronun yaxınlığında yerləşən supermarketdən bıçaq alıb.
Azər İbrahimovla görüşüb piyada Şəfaət Mehdiyev küçəsi 97 ünvanında yerləşən kafeyə gedib yeyib içiblər. Saat 22 radələrində çıxıb kafenin qarşısında söhbət edərkən bir gün əvvəl ona qarşı etdikləri qeyri-etik hərəkətə görə hər birindən üzr istəmələrini tələb edib. Azər İbrahimov bununla razılaşmadıqda ilk zərbəni ayağından vurub. Yerə yıxılan tanışının müxtəlif nahiyələrinə zərbələr vurmaqda davam edib. Azər İbrahimovun qışqırdığını eşidən şəxslər hadisəyə müdaxilə etdikdə həmin ərazidən uzaqlaşıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən kliniki tibbi mərkəzə çatdırılsa da, Azər İbrahimov orada dünyasını dəyişib. Bu hərəkəti ilə Təbriz Həsənov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. Nə demək istəyirəm? Mənim işimi müstəntiq düz aparmır. Mən də bunu danmıram. Bu hadisəni mən eləmişəm. Olduğu kimi aparmır. Hadisə yerindəki bıçaq mərkəzini başqa bir bıçaq. Durduq yerdə heç kim öldürmür. Təbriz. Yəni dinləyəcək. Biz vaxt veririk axı sənə. Sən tam vaxtla tanış ol. Bəlkə gəlirsən deyirsən, yox belə deyil, belədir. Bəlkə mahiyyət aydındır. Bəlkə baxış aydındır. Keçirilmiş ilk məhkəmə iclasında Təbriz Həsənov iddiam üzrə özünü təqsirli bilib. Əvvəldən məhkum olmuşsan. Nə vaxt çıxmışsın? 4 ilə yaxın. 4 ilə yaxın. Ondan qabaqki həbs cəzan nə ilə əlaqəli? Ölümlə. Qətllə. 120 dəfə. Yuvasıvanda yaşayırdı. Yasamal rayon məhkəməsinin qərarı ilə qalanın həbs edilir. Ümumilikdə 7 ədəd kəsilmiş, deşilmiş yara xəsarətlərini yetirmiş, həmin xəstəxanada vəfat etməklə, xüsusi amansızlıqla Azər İbrahimovu qəsdən öldürərək həyatdan məhrum etmişdir. Bu hərəkətləri ilə Həsənov Təbriz Fərhadoğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirə edilərək məhkəməyə verilmişdir. Mahiyyət aydın sizə elan olunur. Dəqiq söz verəndə danışma. Mahiyyət aydındır da sizə də. Özünüzü təqsirli bilirsiniz. Mən elədiyimi danmıram ki, deyirəm eləmişəm. Dost, olduğu kim yanarsın? Burada bilsin ki, düşmanı kimdir, oğlunun qatili kimdir, nəyə görə oğlu rəhmətə gedibdir. Bilmək yaxşı şeydir, valideyindir. Bu hamısı da mənim üstümə düşünərdir. Zonda da türməli mən onun oğluna lap yaxın olmuşum. Bu sənin oğlunun narkoman olub, ağırlı gedib də aparıb mənim kimi kişini vurdurur. 50 maddə, 100 maddə. Bunun axırını fikirləşmək lazımdır. İndi mən bu qədər sürok alım, mən bu qədər sürok almayım, mən də salamat çıxastıyorum ki, mən burada öləcəm da. İndən belə mənim də bu çanak yox, kıç yox. Dost, Allah yayını açsaq qalır, bilməyin yaxşı şey, vallahi. Aydındır. Bir bıçaq vurdun, sonra yığdın o həmin 2 nəfərə ki, bunu vurdun da bu hərəkətə görə, üzr istəyir, düzdür. Sən birinci xəsarəti harasından vurmuşdun? Birinci xəsarəti kıçından. Ayağından vurdun. Kıçından vurmuşdum. Mən yəni çərdə də özümə görə hörmətin qətili olub, çöldə var. Yəni, hər şey yerini bilən şey olmuşam, öyrənmişəm, kiçik olmuşam. Bu, həmən gün bu şoka düşmüşdü ki, yəni, mən niyə buna para vurdurmuşam? Bunun cavabını görüb, onun özü bilirdi mənim tərəfim. Yəni, mən bu yaşa çatmışam, belə bir şey, bir yana da mağaçısıma qaldırmır, mağaçsızlıq eləmir, nə də mən kiməsi var. Aydındır. İkinci sual, o ikinci bıçaqdan sonra o yerdə uzandığı yerdə elə vururdu mu? Yox, ikinci bıçaqda bu oturdu. Yox, ikinci bıçaqda bu oturdu. Aha. Birincidən nə olmuşdu? Dayanmışdı. O oturacaqlığı kıçını tutmuşdu. İkinci bıçağa kimdən yox. Mən orada bir də sual verdim ki, dedim, Ayzə, niyə belə elədi? Onu bildiyim, mən sənə sual verirəm konkretcə. Vurmaqların uzandığı yerdə vurmuşsan, oturduğu yerdə yadında deyil. Ola bilər ki, uzanmışdı. Ya ola bilər ki, üçüncüdən sonra uzanıb sən davam edəmsən. Belə necə onu görməmişəm. Bir də ki, o davanın səbəbi, motivi, yəni səbəb evdə yaranmış davaya görədir. Evdə sizi kim vurmuşdu, kim döymüşdü? Evdə mənim o üçüncü mənim görmədim, Azər özündən gətirdiydi. Sərfərin əlağını belə. Saqqallı. Saqqallı. O döymüşdü. O vurmuşdu. Mən yerdən durdum, bunun üstünə gəldim. Gələndə rəhmətli divanda oturmuşdu. O sizə kresloda, bu ikisi də durdu. Duranda da mən istəsəməz orada özümü saxladım ki, mən ona yapsam burada mənim üçün iş yaxşı olur. Mən orada bir kəmi bıraxdım, dedim
ki, mesela mən tanıyırsan ki, sən mənə əlatsan, mən sizə pul verməli. Bir başladım, mən şirin dillərlə tanıyım. Mən buradan çıxıb, Yola vermək istəyir. buradan çıxıb da salama pul vermək. Belə deyək də, baxış keçiriləndə zəng dayanmır. Birinci zəngdə sən deyirsən ki, mən vurdum, zəng elədim. Amma elə deyil. Danışa-danışa sən onu vurursan. Sən Cavidi belə deyək də, sən desən üzr istə, Cavid dedirsə üzr istəmirəm. Cavidi nətər belə də, sizin Word-ilə nətər nakazat edəcəkdin? Sən mənə düzgün sual verirsən ki, o fayləni mən ağzından işlədim. Bu məlum məsələdir ki, mən bunun evinə gedirəmsə, bu üzrxahlığını mən bundan tələb edirəmsə, bu məndən üzrxahlıq istəmirsə, mən zəyəqin burada gül. Bu məlum məsələdir ki, bunun axırı yaxşı tutamır. Bu məlum. Bıçağı gizlətmişdin abi sən. Bıçağı mən ona görə gizlətmişəm ki, savunçuda addım başı yoxlamadır. Polislər saxlayıb pasport üstünü yoxlayırlar. Mən də o niyyətlə bıçağı götürdüm, gizlətdim oraya ki, mən gedim savunçuda, mən rahat bunun evinə gedib çıxa bilirəm. Mən sırf niyyətim, mənzilim bunun evinə getmədi. Mənim başım bulmasaydı, gedərdim. Bunu da vurmuşam. Mən oraya gedirdimsə, mənim episotumla bağlı olacaq. Bu məlum. İkinci bıçaqlardan alalım. Bir sən niyə deyirəm? Sən bunlarla telefonda söyüşdün. Sən bilirsən ki, səndən üzr istəməyəcək evə gedəndə. Düzdür? Sən evə üzr almağa getməmişdin. Sən evə gedəndə bilirdin nə edirsən. İkinci bıçağı deyirsən, savunçuda yoxlanış var idi, birinci bıçaq bizlərdir. Düzdür? İkinci bıçaqlardan alacaq. Sualdır, cavab ver. Cavab vermək istəmişsin, sənə cavab ver. O sualı cavab ver, mən onu Luboy dəyəli verir, mən o bıçağı götürüb tətbiq edə bilirəm sizə. Luboyun Luboy dəyəli. Ki, yəni, bu ekspert ona nətər verir, bu bıçaq hadisə yerində olunur, bu ekspert götürür yəqin ki, bu hadisə yerində bu bıçaq. Sən göstərmədə bizə konkret yerini görə hara olur. Mən elə çox yol öyrənçim, mən o addım atamazdım. Atanmazsın. Sən deyirsən ki, mən bunu vurandan sonra gedirdim onların evinə ki, onlardan da halal olmalıdır. Düzdür, belə dedim. Həm də deyirsən ki, mən hadisə evindən çıxandan sonra bıçaq apardım, səliqəli şəkildə gizlətdim. Sən bunların üstünə gedəndə bıçaqçılıq edirdin. Bıçaqsız gedir. Gedib bıçaqçılıq eləyəcəkdin ondan. Yolu Allah bilir, mən orada yandan can verərdim, ya Allah can verərdim. Səni bunu öldürəndən sonra onları öldürmək fikrin var idi, o biz ikisini. Onları öldürmək fikirləri var ki, deyəm ki, yəni səhvinizlə razısınız, siz mənə heç nədən fazla edəsən. Düşmanlı apar evində düşmana əl atmır, çöldə əl atmır. Sən məni evdə dəvət edirsən, evində mən vurursan, məndən pul tələb edir. Yaxşı da bax, getdin ora, tutaq ki, səndən üzr istəmədilər, ondan nə edəcək? Bunu düşünürüm. Bıçaq da yoxdur üstündə, deyirsən ki, bıçağı gizlətdir. Fikrin var idi Azəri vurmağa? Azəri vurmağa mənim fikrim yox. Mənim fikrim sırf o 2 nəfər vurmağa. Mənim Azərə qarşı mənim ölüyyətim oldu. Sən niyə Azəri vurdun ondan? Azəri vurdum ki, məni gətirdirən oldu. Mənə zəng edən oldu. Məni evə dəvət edən oldu. Zərər çəkmiş şəxsin hüquqi varisi Şaban İbrahimov ifadəsində göstərib ki, oğlu Azər 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181-ci quldurluq maddəsi ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. 2021-ci ildə cəzasının çəkilməmiş hissəsindən azad edilib. 2024-cü ilin aprel ayında ailə həyatı qurub. Oktyabrın 14-nə keçən gecə Azərin öldürüldüyünü xəbər veriblər. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Sonra bu Azərlə çıxıb bayıra. Bayıra çıxandan sonra Azər ağzı üstə yıxılıb yerə. Yıxılandan sonra bu da başlayıb bunu vurmağa. Nə bilim, yetdi yox orada doktor. Çünki mən meydi açdırdı, mənə dedilər, olmaz bir şey demiyor, mən bilməliyim. Bu adama heç olmasa qabağdan sifətində bir şey, yaxud qabağında, qarnında da bunun ancaq və ancaq arxadan. İbrahimov, şikayətçisiz. Əlbəttə şikayətçiyim. Barışıq yoxdur ki. Hə? Barışıq yoxdur da. Yox, burada nə barışıq ola bilər? Mənim oğlum... Aydındır, hər yox. Aydın. Bu parkın içində 2 dənə kamera var. Təbrik. Orada kamera da yox. Təbrik. Sənin dedim, sualım var, sualım. Sən cavab ver. Bir an onu deyirəm ki, açaqqa. Göydə Allah... Mən bilmək istəyirəm ki, icazə ver, mən bilmək istəyirəm ki, kim olub orada səndən savayı, ili kimlər olub?
haqqın oyaq böyük hörmətində yanaşır. Postu haqqı bilmək üçün, Bəli, mən haqqı sən bilməliyim. oğlanlarına denən ki, oğlanlarına denən. O 2 nəfərdən möhkəm yoxdur. Haqqı oğlandan çıxarır. Sual verildi ki, səndən başqa kimsə olur Səndən mu? başqa kimsə yox. Mənim yanımda. Bu elə belə deyə ola bilməz ki, bu desin ki, öyle boş yerdən desin ki, burada məni təkləyirlər. Nihada deyil. Bu söz Yox, sənin oğlun mənim yanımda vurmamışdan da qabaq. Kafenin içində girdi, dedi ki, bunun axırı problemdir. Durun gəlin, mən oturmuşam burada. mən onu deyiblər. Mən sənə sual verirəm. Hə. Kim olub sənin yanında? Mən- Mənə konkret cavab ver. Mən Və baxsam, yaxud kimlər olub? mənim yanımda heç kim olmuyor. Bizi, Azərqal, o sizə Nihat deyib ki, mənə deyib ki, təkliflənməli. mən görsəm, indi bir dənə məntiqə, bir dənə tuşlaşmalar. Mənə sual verir ki, bunları vurmaq fikrim var, deyirəm ha. Mənim işimi laf ağırlaşdı. Mən onu fikirləşmədən bir dənə onu düşünürəm ki, mərdi-mərdənə kişi parası kimi nə eləmişəmsə onu düzünə deyirəm, cəzam da nədir. İndi o sizin aranızda elə dediyinə görə o sözün haqqında söz var. Yox, indi qulaq as. Elə olur, Mən çox, vallahi olur. sən deyirsən məntiq sən bilmirsən. Sənin vurulmağı mən fikirləşdim ki, burada üçüncü şəxs kimdirsə, maraqlı şəxs olub səni vurdu. Sən qardaşın oldu Nihat. Necə? Nihat sən qardaşın oldu, doğru. Kim? Nihat, Nihal mənə heç nə. qohumluq əlaqələri yox. Heç qəti qohumsuzlar adam Hani görsən, yoxdur. sabunçuda onları, sabunçu, bütün obyektlərin hamısı doğma oğlu kimi tanıyır. No, mənim vapşı ümumiyyətlə, Deyimlər, tamam, bu yardımdan tam bir açaqda. Bir dənə mən sənə epizod deyəcəm, bundan sonra bəsləyəcəm. Oğlanları görürlər, o sabunçuda nə qədər obyekt var. Orada desinlər ki, Nihat Ayzər burada nə təqvimdə, hamı da deyəcək, Ayzəri bir ay bundan qabaq, sabunçuda kafenin içində taftalyanda. Nihat qoyub qaçandan, mənə zəhv vurandan, mən orada zəhv vururam ki, o uşaq bizim uşaqdır, onu vurmuyor. Nə yaparım, səni orada döcümlər. Azər səni müdafiə et. Məni döyür. Sən özün məni tanıtdın mı? Sən onda bir sual Yaxşı, var. mən səni türmədən də tanıyıram, sən də məni tanıyırsan. Mən bundan da Sən mənə necə kişi olmuşsan, özün də Əgər elə olubdursa, mən o qədər surok oturmuşam. Sən hər həftə gəlirdin Məmməd müəllimin qarnına gündə ərzə ki, oğlun kasından zona çıxmır. Niyə çıxmırdı oğlun kasından? Oğlum kaçtı olsaydı onu bırakmaz. Niyə zona çıxmır? Aydındır, biz Vaxtindən əvvəl bıraxmaz. gəlin qularsa, gəlin o cəza çəkmə məsələsində olan tarixçələrə qayıtmaq, o bizim üçün vacib deyil. Növbəti iclasda Təbriz Həsənov özünü təqsirli bilməyərək işi geri prokurorluğa qaytarılmasını istəyib. İstintaqda qardaşının həbsi ya da ölümü ilə hədələndiyini və bu səbəbdən cinayəti etiraf etdiyini bildirib. Niyə? Məhkəmə belə deyil, elektron məhkəmədir, video çəkiliş gedir, amma hal-hazırda biz bilirik ki, ağır maddələr 120 ilə olan cinayət işləri video görüntü ilə olur. Amma biz xahiş elədik ki, belə deyək də, bu çəkiliş də aparılsın. Aydındır. Burada Bir dəqiqə, göstəriş vermək lazımdır. Vəsatətdən Kimlər nə deməlidir, nə deməli deyil, o təqsirləndirən Vəsadətli müdafiə edirsiniz. Aydındır. Məhkəməndə müşavirlik qərarı alınır, çəkilişlə davam etdirilsin və qeydə alınsın. Buyur, vəsatət verirsən ki, işi geri qaytarılsın istintaqa. İşimə qazanmaq. Harada? Təzəndən mən prokurorluğa da yazmışam, baş prokurorluğa. Mənim işimə qazanmaq. Siz istəyirsiniz ki, sizin işinizə yenidən prokurorluğa baxılsın. Bir dəqiqə, təqsirləndirən şəxs Həsən, bax, siz ilkin olaraq, ilkin ifadələrinizdə təqsirinizi boynuna almışsınız, etiraf eləmişsiniz, demişsiniz ki, mən etmişəm. Hansı səbəb qoyulmuşdu, onu da deyim. Mən qardaşım hədələndir. Yox, burada ziddiyyət yaranır ki, bir adamın ki, siz örtbasdır eləmişsiniz və bugünkü gün təqsirlənən şəxs kimi özünüz hər şeyi təqsirdə etiraf edirsinizsə, o adam onsuz da istədiyini əldə edib də sizin qardaşınızın evini niyə dağıtsın ki? Onsuz da siz hər şeyi üzərinizə götürürsünüz. Öğrenməni də, bilmənəm bir sualla deyilsin.
Həmən günün mən bağlı səbəb olan gün... Yox, hep bildim. Bu niyə getsin ki abi? Siyasi özünüzə götürmürsünüz. Müraciət edirsiniz ki, iş qayıtsın yedilən istintaqa. Bu vəsatədə biz indi baxmaq üçün sizin ifadənizi almalıyıq, yenidən ifadə verməlisiniz. Verin ifadənizi, əgər yeni hal varsa ondan sonra müzakirə olunur. Biz onun yenidən ifadə verməsinə etiraz edək. Hansı ki, onların barəsində məcburi gətirmə barədə qərar qəbul olundu. Biz həmin şəxslərin ifadələrini eşitmədən, təqsirlənən şəxsi məncə yenidən ikinci dəfə o ifadə verməməlidir. Çünki o ifadə artıq bir dəfə verildi. Və hesab edirik ki, onun verəcəyi ifadələr bayaq dediyi vəsatət əsaslandırmasındakı fikirlərindən bəlli olur ki, həmin şahidlərin ifadələri ziddiyyət təşkil edə bilər. Və hazırki mərhələdə mən də ittiham tərəfinin kimi, dövlət ittihamçısı kimi bu hissədə etiraz edirəm. Şahidləri dinlədikdən sonra Həsənov Təbrizin həmin hissədə verəcəyi ifadələrlə bağlı. Biz onları çarpaz dindirmiş olaraq, həm bu daha obyektiv olmuş olar, həm onlar burada üzbəyüz olmuş olarlar, həm də biz bu vəsatətə münasibət bildirə bilərik. Bu adamı vuran maşın o adam deyildi. Hansı ki burada verdik ki, informasiya mən qoymuşam, gedib barışmışım, nə bilim, nə eləmişim. Bu yalan danışır, bu adam onu qoymayıb, bu adam qoyub. Seymuru niyə demirsən sən? Bir dəqiqədə, Niyə ona demirsən? maşınla... Bəli. O qərarı əldə etmək lazımdır. Birinci o qərara baxmaq lazımdır. Bu maşın kimin adı nə idi və s. və yaxud ümumiyyətlə də orada kim olubdur, həmin görüntülər, hadisə yerinə baxış, o protokol, bunun hamısı o materialın içində var. Yəni bunu burada sözlərlə, ifadələrlə müəyyən eləməkdənsə daha əsaslı, daha tutarlı sübut növü sənədlərdir. Bu belə ola bilməz. Nətən olur? Bir adam benim balaca belə İtalyan kimi onu sıxırdı, tapırlar və gətirilir, cəzalandırırlar. Amma burada ən ağır ölüm, bundan artıq cəza yoxdur, hadisə yoxdur. Bu hadisədə bunlar tapırılır, niyə? Bu adam öldü, hər şey yaxşıdır. Sadəcə olaraq gizliyim. Mən o adamın bununla kim olduğunu, ölən günü bilirəm. Sadəcə olaraq bu adamlar bura gəlsin, mənim oğlumun birbaşa ölümünə səbəb o iki nəfər. Cənab hakim, əgər səbəb yoxsa məqsəd ola bilməz. Müddətsiz yazılmalı, görüşürüz. Siz getdiniz görüşürüz. Niyə? Çünki mühafizlik. Azərlə nə problem? Belə deyim, üçünüz birləşəsiniz, həmin evdə əməkdasınız və ya sözlə alçaqlasınız. Allah şahidində olur, özdə yəni onu tənzim edir. Birinci mübahisə, o ifadədəki 100 manat söhbəti, 200 manat söhbəti, şillə söhbəti buna görə olur da, düzdür? Cavidlə sənin arandır. Azərlə olmuyor. Ona şillə manata bilməz, prosta... Düzün aşağı, soka geçirsən, yəni mən azadlıqdayım. Düzün yanlış. Orada niyatla mən qalib demişəm ki, həmən hadisə deyirəm. Demişəm ki, anlayaq, biz bu Sərxanı mən tanımıram, Sərxan mən tanımıram. Maniyə əlatdır. Sərxan kimdir? Bir dəqiqə, siz müdaxilə edən sualı prokuror verir. Mənə kafedən gəlib götürün, onun dərkliyinə sabun suda 777 kafedən gəlməyini götürür. Mən çarpıqla problem alırlar. Ki, bizim problemimiz var, axtarışları, pul lazımdır. Mən də məhdi edib getmişəm. Mən gözləmirdim ki, mənə kimsə gedəcəm, əl atacaq. Bir evdə pul teması yoxdur. Mən oturmuşdum üstəndə və səndən pul istəyirlər, niyə verirsən? Mən də qatim dedim ki, belə verirəm. Düzdür, mən kiməsə pul verirəm. Dostsunuz, qardaşsın, səndən pul istəyir, niyyət qaz edirsən. Yəni 200 manat mən pul atmalıyım, niyyətin pasportu polislərdə zavodda qalıb, pul verilib götürməli. Onun üstündə bu da deyir, məndən niyə belə danışsın, bu düzdür, mən orada əlaqdır, mən deyirəm, düzdür, mən yaradonluq, mən deyirəm, mən səni tanıdım, sən də məni tanırsan, mən tanıdım, amma niyə atsan ki? Çağırın ki, oturaq. Kimləyə görə çağırırdın, yoxsa pula görə çağırırdın? Şəxsən bunu çağırtdırırdım ki, yəni, tanımadığım mən şəxsələ tanımaram. Mən ona arxasını bilmirəm. Bunun arxası kimdir, nəçidir, güclü adamdır, zəb adam. Mən tanımadığım adama necə əl atır bilərəm? Əl atıramsa cavabını... Onu aydınlaşdırmağa sən olacaq. Ha, onun cavabını verməliyim də. Yəni, mən onu əl atıramsa, mən onu tələb edir ki, sən bana nəyə görə əl atırsan? Temqorda kişini ev aparırsa, evindən atmaz. Mən onun evində ona söysəydim. Cobotla danışsadım, məni evinə dəvət edirsə, evdə mailə atılmaz. Bunu yəni, müsəlmançılıqda heç kim eləmir. Mən də o məqsəddən çağırdım ki, gəl, pul hazırdır, bu da kartalı, dedim, kart söhbəti olmuyor. Yəni, əlbə edirəm. Bu gəlməli, fəldən rəhmətli yiyordum, rəhmətli gəldi,
Evdə bir görür ki, rəhmətli ilə mənim aramda incidiyorlar. Bundan mənim telefon danışığım orada bitdi. Kim nəyin üstündə bundan pul istəyir? Bu şeyde bununla Nihat'ın arasındaydı. Mesela Nihat problemi var idi, ona göre dedi dostumdur, değildi, böyle kömək edəcək, mənim şəhadiyyətim yox. Sadəcə münaqişə şeyində Təbriz oldu da mən dedim ki, Təbriz sən O pulun istənməsində Azər iştirak edir. Ha, Azər dedi. Azər dedi ki, Yox. nə qədər puldan söhbət edir? Nə idi, 50 manat idi, yoxsa 100 manat idi? Hə? 200. Yanımda görürəm, 200'dür yəni. 50 ya 100. Yəni bununla Nihat'ın arasındakı mən iş verib baxanda canı qalqır. Mən nə Təbrizi tanımamışam, nə Nihat'ı tanımamışam, bildiniz necə? Və sadəcə orada biraz danışıqda mənə xoş olmayan şeylər oldu deyə. Mən Təbrizi o şey Başa düşdüm. Bu söhbət, bu 200 manat söhbəti sizin ona şillə vurmağınız. Siz dediniz ki, mən spirtli içki qəbul eləməmişəm. O 3 eləyiblər. Sərxoşluq vəziyyətində olub, onlar artıq üçü də sərxoş vəziyyətdəyidilər. Laf etdi sərxoş deyildi, yəni özləri idarə edir. Orada yalnız alkohol istifadə olunub, yoxsa başqa şey istifadə olunub? Narkotik istifadə olunub orada yoxsa? Siz Təbriz Həsənovun konkret suallar, Azər İbrahimov'u öldürdüyünü görmüşsünüz. Yox. Şahidi olmuşsunuz. Həmin yerdə iştirak etmişsiniz. Xeyr. Bu xəbəri sizə, bu 2 dənə suala konkret cavab. Nihat telefonla verib, yoxsa gəlib evinizdə deyil? Gəldi məhəllə tərəfə, mən də söylədim. Aydındır. Nihat evinizə gələndə saat neçə idi? Axşam tərəfləri idi. Ələm üstəlik də Təbrizi yıxdı telefonla. Təbrizlə söyüşdülər. Yəni Təbriz telefonda danışdılar. Təbriz deyəsən dedi ki, gəlirəm zabitlə sənin arxanca. Siz olmuşsunuz onda sabunçuda, düzdür? Zabitin danışıq gəlir. Zabitini danışdı. Yəni mən Təbrizə qayıtdım, bismillah gəlsin. Nihat bu hadisəni gördüyünü gözü ilə, Yox, özü görmədi. söhbət video online söhbət Yox, getmir, telefonla söhbət getmir. Real gözü ilə canlı şəkildə Yox, gördüyünü Nihat deyir. görmür. Bəs o telefonla danışdığım vaxtda Nihat mənə elə dedi. Nihat da telefonla danışır, Təbriz vurur arxadan. Özü arxadan vurur. Özü arxadan vurur. Oturub bir yerdə çitlər eləyiblər, elə olub da restoranda, çörək yiyibsin. Sual vermə, sən ona sual verməyəm. Sən mən sual Çörək yiyiblər, oturublar bir yerdə, yəni bu mənə Nihat deyil. Sonra çıxıb telefonla Azər Nihanla danışır, nətərsə nə var, yox belə eləyəndə həmin vaxtı deyəsən Azər qışqırmır telefondakı ayağa. Arxadan vurur. Yox, mənə birinci danışıq maraqlıdır. Sən birinci dəfə yığanda ki, gəlirəm Cavidin dalında Cavidi vurmağa deyəndə. Sən maşın vurmamışdın ki? O səni zəng eləyib sizə deyib ki, gəlirəm sizi öldürməyə. Deyib. Kim? Bu oğlan Təbriz. Deyib telefonda. Gəldi telefonda deyib. Telefonda qayıtdı Nihanla danışır, dedi gəlirəm Cavidin var. Mən dedim bismillah bu gəlsin. Ay sağ ol. Nəsə gələr elə də Ulas, qarşılayarım. niyə onları göndəribsən Biləsuvar'a? Kimə Əgər baxırsan? sən 1 saat tanıyırsan və onlar Biləsuvarda gediblər, Nivdaçını qayıdıblar və sən orada Bir istənirsən. dəqiqə, sual. Xahiş edirəm. Yox, bir Sual dəqiqə. var. Bu düzgün sual verir. Düzgün sual verir. Siz nəyə istinad Mən edirsiniz? düzgün sual verib verməməm, Yox, sən siz bırak. sualın düzgün verin. Sən heç kimsən. Siz hər kiz orada olmuşsunuz, yalan Yox, deyirsən. bir dəqiqə. Ulan, Sual. mən sual verirəm elə. Ha, sual da öyle. Sən niyə elə çağırdın bunu? Bu çağırıb keçəndə o tərəfə. Bu umuşrində olub da, yəni. Yox. Bir ərəkdən çağırıbsan bunu o tərəfə, yolun o tərəfinə keçəndə bunu maşın vurub. Bunu əvvəlcədən fikirləşmişdiniz. Siz orada olmuşsunuz. Bəli, orada olub o. Yox, bir dəqiqə. Siz fikrinizi bildirmeyin, sual verin. Kim olur orada? Bir dəqiqə. Sən Cavid, burada mübahisə yeri deyil. Konkret sual cavab. Şeydə prokuratura, Yasama prokuratura məni çağıranda da mən getdim analiz verdim. Mənim qanunumdan heç nə çıxmadı. Yəni prokuraturada da var həmin şey. Yəni mən istifadə edən deyiləm. Bildiyi də siz özünüzdən danışmıram. 3 nəfər istifadə edib orada. Yəni faktı yəni Bəs bayaq soruşun Nihat'a da- prokurator içkidən başqa nəsə olub? Yəni mən istəmədim. Yəni Nihat'a da sutqalıq verdilər ona görə. Siz iltisamı imzalamışsınız, yalan ifadəyə görə məsuliyyətə cəlb olun. Ona görə sizə xəbərdarlıq oldu yenidən. Yəni nə sual verdi, düzgün cavab verməlisiniz. İstifadə olunub orada. Tərəflər istifadə ediblər sizin gözünüzdə. Üçü də. Təqribən nə qədər müddətdə oldu? 5 dəqiqə. Vicdanın Bu olsun. mübahisə, bir dəqiqə. Bu mübahisə metamfetaminin Şifrəsən danışma. Bu mübahisə metamfetamin istifadəsindən sonra olub, yoxsa əvvəl olub? Yox, ondan sonra oldu. Sonra olub. Aydın. İfadəsində deyir ki, mənə 100 manat pul lazım olduğunu, burada deyir ki, mən pul istəməmişəm də. Kömək şey, Nihat'ın güya ki, sənədi Qayda vermişsiniz ki, İstifadə edildiyi ifadəni pulu mən istəmişəm.
Mən orada yazmamışam istintaqda. Mən Onda istəmişəm. istintada verdiyiniz ifadəni oxumusunuz? Yox, oxumamışam. Vicdanlı oxumuşam. Mən Bəs demədim. yazmışsınız ki, ifadəni oxudum, imzalamışsınız. Baxsın da, yaxınlaşsın, baxsın. Baxsın. Bu sizin yazıdır, ifadəni imzalamaq. Mən amma ifadəni oxumamışam ki, mən orada 100 manat Aydın. istəmişəm, onu oxumamışam. Aydın. O hissədə dəstək. Sən heç kimə qorxu gəlmir. Aydındır, sakit. Yerdən Özün qorxmaqla, səni özünə qorxmaq. biraz sakit olun. Sakit olun. Sual yoxdur əlavə. Yox, hal-hazırda. Prokuror məhkəmədən Təbriz Həsənova 20 il cəza təyin edilməsini xahiş edib. Məhkəmə qənaətə gəlib ki, Təbriz Həsənovun Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıq və qəsdən adam öldürmə maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam sübuta yetirilib. O həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Təbriz Həsənov 18 il müddətinə azadlıqdan məhrum olunub. 5000 qanun